Allah rəhmət eləsin. Süleyman Ələsgərov balaca adamdır ki, sən ondan ötürü İlham Əliyev kimdir ki, onu sən xahiş edəsən ki, mənim babamın adına bir qıça qoy və yaxud da nəsə. Süleyman, şəxsən mən məsələn deyək ki, Milyonçunun Dilənçi oğlu operettasının musiqisini bu yazdı. Məsələn, mən sayıram ki, o elə operetta müəllifi, yəni üzür mahnıları, falanları, əsərlər olan bir Süleyman Ələsgərovdan bağlı heç kimi xahiş eləmək gərək deyil. Bu, ölkə başçısı, ölkəni idarə edən adamlar özləri bilməlidirlər ki, bu adam elə bir adamdır və əsərləri falanları zaten doğulduğu yerə, deyək ki, yaşadığı yerdə bir küçüyə falana mütləq onun adını vermək lazım. Bunun üçün prezidenti xahiş eləməyə gərək yoxdur. Yəni, mən o nöqteyi nəzərdən istədim ki, bugün biz məhz o barədə danışaq. O barədə danışaq ki, hər bir adam öz hesabını bilsin. Öz hesabını bilsin ki, bugün mən bu işi, bu filan şeyi eləyirəm, bu sabah mənə qayıda bilər. Bu verən kimi mənim özümə qayıda bilər, ona görə də bunu eləməyim. Yəni, məsələ budur. Yəni, o ictimai rəy, o ictimai qınaq, bu ondan ötürüdür.